Bəs qurbanlıq heyvan seçərkən nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə, pay bölgüsü necə aparılmalıdır? İlahiyyatçı Tural İrfan bildirir ki, bu məsələlərdə həm dini qaydalara, həm də sağlamlıq normalarına əməl olunması vacibdir. Qurban kəsərkən heyvanın sağlam olmasına diqqət etmək lazımdır. Kəsim yaşına, kəsim həddinə çatmış olmasına diqqət etmək lazımdır. Təbii ki, böyük başlı heyvanlardan dəvədir, camışdır, inəkdir, 7 nəfərə qədər birləşib şərikli kəsib, şərikli bölə bilərlər. Ancaq xırda buynuzlu, qoyun və keçi kimi heyvanları isə tək adamlar kəsə bilər. Şübhəsiz ki, qurban ibadəti imkanı olan müsəlmanlara vacibdir. Əksinə, imkansız şəxslərə nəinki qurban kəsmək, onlara o kəsilən qurbandan pay verilməlidir. Kəsilən qurbanlar əsasən Peyğəmbər ənənəsinə uyğun olaraq 3 hissəyə bölünür. Birinci hissə kəsən insanın özü və ailəsinin ehtiyacları üçün götürülür. İkinci hissə təbii ki, qonşular və qohumlar üçün. Üçüncü əsas yerdə qalan hissə isə fəqirlər və daha çox sosial ehtiyacı olan insanlara, maddi ehtiyaclı insanlara paylanılır.